Bilirsiniz, o qədər olub bilmədiyimizdən biz cəhənnəm yaratmışıq özümüz üçün. Peyğəmbərimiz deyir, insan bilmədiyi şeyin düşmanıdır. Neyi ki bilmirik, başlayırıq ondan danışmağa. Ondan özü ürəklə danışırıq. Bu dəqiqə ən aktual mövzulardan da biri din mövzusudur. Kimi dilləndirirsən əllamədir. Ustad yanında danışmaq çətindir. Bilirsən ki, ustad var burada. Adam var, rahatçılıqla danışır. Hətta bilir ki, bir ruhani var. Arsız-arsızdır ki, sən məndən də yaxşı bilərsən. O kişi, mən səndən yaxşı bilmirəm, mən bu işin içindəyəm, sən məndən də yaxşı bilərsən. Davamı danışır, dayanmır. Bu mövzu sənin mövzundur, imkan ver, o danışsın. Toxdan başın çıxmırsa, tox vurub öldürəcək səni də. Amma o lazımlı şeydir, bu işığı filanı, indi bir saat işıq sönsə, hər şey dayanır, elə deyil. Bu lazımlıdır, amma bilməyən adam düşməndir də onun üçün.